Hər vaxtınız xeyir olsun kanalımın əziz dəyərli izləyiciləri. Bugün sizlərlə biz böyük bir mövzunun üzərindən keçəcəyik. Tense form, yəni zamanlara baxacağıq. Zamanlarda nələrə diqqət etməliyik, onlara baxacağıq. Biraz uzun video olacaq, amma ümid edirəm ki, hər biriniz üçün faydalı olacaq. İzaha keçməzdən əvvəl, əgər siz də hazırlıqlarımıza qoşulmaq istəyirsinizsə, onlayn hazırlıqlarımıza qoşulmaq istəyirsinizsə, 070 599 1972 nömrəsi ilə əlaqə saxlamağınızı bildirirəm. İndi keçirik ən birinci tense formlardan present simple tense forması. Yəni indiki sadə zaman forması. İndiki sadə zaman formasını düzəltmək üçün bizə nə lazımdır? Feilin qarşısındakı to hissəciyi atılır, feil olduğu kimi gətirilir və şəxsdən sonra yerləşdirilir. Biz bilirik ki, Azərbaycan dilində feillər cümlənin sonunda gəlir, amma ingilis dilində feillər mübtədadan sonra, yəni hardasa ikinci yerdə istifadə olunurlar. Və məsələn, gördüyümüz kimi burada nə etmişik? Baxın, feili, speak feilini olduğu kimi to'nu atmışıq, to speak feilində danışmaq deməkdir. To'nu atmışıq və feilimizi olduğu kimi gətirib buralara qoymuşuq. Sadəcə olaraq he, she, itdən sonra gələn s, bizim esimiz uşaqlar. Biraz bizim bu esimiz yaltoşka esdir. Deyin niyə? Çox üzr istəyirəm ifadəmə görə. Bunu belə deyirəm ki, yadınızda qalsın. Çünki niyə? Çünki bu s sual formasını düzəldəndə yerini dəyişəcək. Ona görə bu cür deyirəm ki, yadınızda daha yaxşı qalsın. Gəlin indi baxaq. Biz bunun sual formasını düzəldəndə, baxın, görürsünüz, heç nə dəyişiklik eləmədim. Bax, I speak, bir dənə qarşısına nə qoydum? To do feili. To do feilini necə yadımızda saxlayırıq? To do feili bizim daydayımızdır, bizə kömək edir. Cümlənin sual formasını düzəldəndə, inkar formasını düzəldəndə, yəni çətinliyimiz oldu, bizə irəlidə gedir, yol göstərir. Problemimiz oldu, bizi problemimizi həll edir, inkar formamızı düzəldir. Bu zaman biz to do feilindən istifadə edirik. To do feilini biz nə zaman istifadə edirik? Cümlənin sual formasında cümlənin əvvəlinə qoyuruq. Gördünüz, burada hər bir şey yerində. We speak, do we speak. You speak, do you speak. They speak, do they speak. Bu cür istifadə edirik. Amma baxın, burada görürsünüz, to do feilini qoymuşam. To do feilini qoymuşam. Sadəcə olaraq, bax, do-dur. Əslində burada do-dur. Do-nu qoymuşam. Dazı gözümüzdən qaçırırıq. Baxın, burada s-i silirəm. Görürsünüz, do-dur. Hamısının qarşısına do qoydum. Elə uşaqlar. Sadəcə olaraq burada nə var idi? Bizim speaks var idi də, she-dən sonra s şəkiltisi var idi. Bu s şəkiltisi, burada olan s şəkiltisi, do-nu görən kimi gəlir do-nun yanına. Do-nun yanına do-nu nə inir? Does edir. Artıq bax, görürsünüz, eyni yerdə ola bilməz. Həm feilin sonundakı s, həm də köməkçi feildə s ola bilməz. Yəni bu köməkçi feildəki s onsuz da feilin sonundakı s-dir. Ona görə buna yaltoşka s deyirəm ki, do-nun yanında gördünüzsə, nə edirsiniz uşaqlar? Bunu artıq does-ın yanında gördüksə, feili artıq s düşür. Çünki buradakı s-dir də onsuz da gəlir does-ın yanına. Nə edirlər? Məsəl üçün, testdə yazırlar does he speaks. Bax, bu yanlışdır. Çünki bu s-dir də onsuz da gəlir bunun yanına. Həm burada, həm də burada necə ola bilər? Ola bilməz. Ona görə burada mütləq və mütləq nə etməlidir? Düşməlidir. İnkar formasını düzəldəndə Azərbaycan dilində gəlmirəm, getmirəm, yemirəm, içmirəm deyirəm. Amma ingilis dilində biz öz başına deyirik ki, biz feilin sonuna bir dənə not artıraq. Məsəl üçün, gəlmək come'dır, come not belə bir şey deyə bilmərəm. Bunun üçün də mənə nə gəlir? Yenə mənim köməkçi feilim, mənim daydayım, do feilim gəlir. Baxın, do'ları gəldim, qoydum. Hamısında do qoydum. Bax, burada da do qoymuşam. Əslində, itdə də do qoymuşam. Sadəcə olaraq, bayaq burada nə var idi? S var idi, elə feilin sonunda. Gəlir, nə inir? S gəlir feilin sonuna, onu nə inir? Bir dəqiqə üzr istəyirəm. Aha, baxın, buradakı s gəldi bu. Do'nun yanına, do'nu nə elədi? Does elədi. Ona görə bu cür artıq olanda, feil bir dənə olanda, he, she, it olanda nə istifadə edirəm? Does istifadə edirəm. Birdən burada he olmaz. He'nin üstündən xətt çəkirəm. Birdən məsəl üçün, ola bilər my uncle. Mənim əmim. My uncle olsa, yenə ki, does'dır, has'dir, doesn'tdır, bu cür istifadə edirəm. Amma my uncles olsa, çoxlu adam olsa artıq they olacaq.
don't istifadə edəcəm. Amma bir dənə əmidən söhbət getsə, bir dənə kişi cinsi insandan söhbət getsə, məsəl üçün atadan, mənim oğlumdan və yaxud da ki onun nephew-sundan falan söhbət getsə, bu zaman biz does'dan və yaxud da ki doesn't-dan istifadə edəcəyik. Təkcə kişi cinsinə aiddir? Xeyr. Qadın cinsi də ola bilər. She. She qoymaram, qoyaram my mom, mənim anam. Bir nəfərdir, my granny, mənim nənəm, my teacher. Baxın, teacher həm she də ola bilər, həm də he də ola bilər. Onların cins anlayışı yoxdur. Bax, bir dənədən söhbət gedirsə, does və yaxud da ki doesn't qoyuruq. Amma iki dənədən söhbət gedirsə, do və yaxud da ki don't-dan istifadə edirik. Zaman göstəricilərimiz nələrdir? Cümlələrdə gözümüzə sataşır. Often, usually, always, never, rarely, seldom, sometimes. Bunları görürsə, biz bilirik ki, bu indiki sadə zaman göstəricisidir. Yaxşı, bəs indi bunların hamısı mı elə ancaq present simple-da işlənir? Xeyr, bunlar keçmiş zamanda da istifadə oluna bilər. Usually, always, bunlar keçmiş zamanda da istifadə oluna bilər. Gəlin baxaq, bunlar bəs necə istifadə olunur? Harda qoyulur bu zaman göstəricilərimiz? Bu zaman göstəricilərimiz uşaqlar gəlir əsas feildən əvvəl, to be-dən sonra. To be nə idi? Məsəl üçün is-dir, əmizar olaraq dəyişirdir indiki zamanda. Məsəl üçün deyirəm ki, mən həmişə gecikirəm. I am always, burada gördünüz, always late. Mən həmişə gecikirəm. I am always late. Gördünüz, to be-dən sonra always-imiz qoyduq. Məsəl üçün, I always go. Mən həmişə gedirəm. Burada da gördünüz, əsas feildən əvvəl qoyduq. Dedik, bax, bunlar gəlir to be-dən sonra, əsas feildən əvvəl. Nə tər istifadə edirik? Bu sometimes. Bu sometimes da bu qaydalara uyğundur, amma yalnız və yalnız sometimes neyinir? Cümlənin önündə də istifadə olunur. Bəs yaxşı, mən demədim, mən bu zamanı hansı zamanlarda istifadə ola bilərəm? Necə deyə bilərəm mən bu zaman formasını? Mütəmadi təkrarlanan hərəkətlər. Yəni, məsəl üçün, həftənin müəyyən günü, ayın müəyyən günü, hətta ildə bir dəfə, 4 ildən bir də olsa, təkrarlanırsa, adət halını alıbdırsa, onda artıq biz present simple zaman formasından istifadə edirik. Ümumi fakt cümlələri, elmi cümlələri biz present simple zamanda istifadə edirik. Məsəl üçün, su 100 dərəcədə qaynayır, günəş şərqdən çıxır, qərbdən batır. Bax, bu tipli cümlələrdə biz present simple-dan istifadə edirik. Baxın, indi başqa nələr görə bilərik cümləmizdə? İndi morning görərəm, indi afternoon görərəm, indi evenings görə bilərəm, everylər görə bilərəm, every day, every week, every year, every month, bunları görərəm. Amma everyləri görəndə necə olur? Everylər ya cümlənin əvvəlində gəlir, ya da cümlənin sonunda gəlir. Məsəl üçün, every day I go to school, hər gün məktəbə gedirəm və yaxud da ki, I go to school every day. Everyləri ya cümlənin əvvəlində, ya da cümlənin sonunda qoyuram. Aha, bu cür istifadə elədik. İndi gəldik keçmiş zaman formasına. Burada yaxşı görünmür, amma yaxşı görünən hissələr də var. Əsas odur, mənə diqqətlə qulaq asın. Keçmiş zaman forması necə olur? İki cür olur. Birinci id forması ilə düzəlir, yəni ed şəkilçisi əlavə olunur. Biri isə kökündən dəyişir. Məsəl üçün, go, getmək, went, getdi. Gördünüz, kökündən dəyişdi. Artıq go it deyə bir şey yoxdur. Bunun sonuna id artırsan, belə bir şey yoxdur. Üstündən xətt çəkin, getsin. Bu kökündən dəyişir. Olur went. Bu zaman formalarını da ayrıca çox gözəl bir formada sistemləşdirmişəm. O da səhifəmdə var, baxa bilərsiniz. Keçmiş zamana aid olaraq dərs izahı mütləq izləyin. Çünki orada məsəl üçün demişəm. Əgər bax, məsəl üçün müəyyən hərflərlə bitirsə, onda məsəl üçün bu hərflərlə bitdi. Bu cür olacaq. Məsəl üçün say, said. Pay, paid. Bircədən birinci hərfi dəyişirik. Lay, let. Gördünüz, bu izahlara da mütləq baxın, sizə çox faydası olacağını %100 əminəm. Yaxşı, bəs deyək ki, bəs elə feillər vardır ki, məsəl üçün cost, cut, put, let. Bunların 3 forması da eynidir. Biz bundan necə edirik? Bunlar qaydalı mı sayılır, qaydasız mı sayılır? Axı bu dəyişmir. Dəyişməsə belə. Qaydalıdırsa bir dənə yadımızda saxlayırıq. Qaydalıdırsa id, yəni ed şəkilçisini yapışdırmalıyıq. Oldu, getdi. Və indi gəlirik bunun sual formasını düzəltməyə. Biz bayaqlarım dedik ki, present simple zamanda biz sual formasını düzəldəndə əvvələ nə gəlir? To do köməkçi feilimiz gəlir. Do gəlir cümlənin əvvəlinə. Do does da köməkçi feildir. Və olur əsas feil kimi də çıxış edir və olur keçmiş forması did. Bütün şəxslərlə olur did. Baxın, do does bir də var. Bax, cümlənin əvvəlində gəlirsə, köməkçi feildirsə, o Azərbaycan dilinə tərcümə olunmayacaq. Amma bir də var ki, əsas feil kimi olur və Azərbaycan dilinə tərcümə olunur, etmək deyə tərcümə olunur. Məsəl üçün, do exercise, ev tapşırıqlarını etmək və yaxud da ki, idman etmək. Bu cür istifadə edirik. Baxın, məsəl üçün, what do you do? What do you do?
yerləşmədi, ona görə burada yazdım. Baxın, what do idi? Buradakı do köməkçi feildir. Görürsünüz, cümlənin sual formasını düzəltmək üçün istifadə olunur. Amma buradakı do əsas feildir. Sən nə edirsən? Gördünüz, sən nə edirsən? Burada etmək deyə tərcümə elədim. Amma məsəl üçün, where do you go? Sən hara gedirsən? Mən burada etmək deyə tərcümə elədim? Yox. Burada köməkçi feildir. Etmək deyə tərcümə olunmur. Amma etmək deyə tərcümə olunursa, bax, bu birisi feillər kimi, əsas feil kimi olaraq istifadə olunur. İndi gəldik əsas yerə. Keçmişdə nə isə etmişəm, bitibdi, gedibdi. Nə edirəm? Bayaqlarım Dudas cümlənin əvvəlinə gəlirdi. Elə cümlənin əvvəlinə gəlirdi, sual formasını düzəldirdi. Burada da Dudas'ı silirəm, yerinə bir dənə nə qoyuram? Did qoyuram. Sadəcə nəyə fikir verirəm? Məsəl üçün, I worked deyirəm elə, mən işlədim. Deyirəm, sən işlədin. Mən bunu didi qoyanda mən nə etməliyəm? Feilin əvvəlki formasına düşür. Qəti və qəti idi şəkilçisi olmur. Onsuz da keçmiş bildirirəmsə, bax, məsəl üçün, köməkçi feilin üzərində oynayıram da. Mən niyə bir də 2 dənə keçmiş deyim ki? Yəni, did keçmişdədirsə, feil nə edir? Əvvəlki formasına qayıdır. Bundan da belə bir nəticəyə gəldik ki, cümlənin əvvəlində do, does, bir də did varsa uşaqlar, feilimiz birinci formada olur. Yəni, heç bir şəkilçi qəbul etmir. Go olur, məsəl üçün, like olur, məsəl üçün, play olur. Heç bir şəkilçi qəti və qəti qəbul etmir. Keçmiş zaman göstəricilərimiz bu. Formamız bu. Bəs yaxşı, inkar forması nədir? Bayaq do, does'dan sonra not qoyurdum elə. İndi bayaq do, does'ın yerinə eyni qaydadır. Bir dənə did qoyuram. Olur nə? Didn't work. Didn't go. Didn't like. Bu cür istifadə edirəm. Zaman göstəricilərimiz hardadır? Harda ago gördümsə, əvvəl deməkdir. Last gördümsə, yesterday gördümsə, in gördüm, keçmişdə bir əsr gördümsə, once upon a time gördümsə, biri var idi, biri yox idi. In childhood gördümsə, in the past gördümsə, yesterday, in gördüm, keçmişdə bir zaman gördümsə, keçmiş qoyuram. Amma in görərəm, bir də keçmişdə, yox, gələcəkdə bir zaman görərəm. Onda future qoyacam, istifadə edəcəm. Amma keçmiş zaman olanda, keçmiş zaman qoyacaq. Ona diqqət edirik. One day, bir də once-a diqqət edirik. Yəni, baxın, bu göstəricilər sadəcə olaraq bizə göstərir. Orada uzlaşmaya da diqqət edəcəyik. Buna görə sadəcə olaraq baxırıq. Və ago gördümsə içində düşünmürəm. Yesterday gördümsə düşünmürəm. Last gördümsə düşünmürəm. In gördüm, keçmişdə zaman gördümsə ən çox istifadə olunan da düşünmürəm. Keçmişi yapışdırıram. Did və yaxud da ki didn't feilin sonuna idi və yaxud da ki qaydalı forma, qaydasız forma. Bu cür istifadə edirəm. İndi gəlirəm bunu necə istifadə edə bilərəm? Baxın, cümləmizdə bir neçə dənə feil verilə bilər testlərdə. Və o feillərə baxıram. Məsələn, 3 dənə feil verilə bilər. Bir variantda 3 dənə feil verilir. Məsəl üçün, və sonuncuda ətlə bağlanır. Belə olanda mütləq və mütləq həmin zamanlar hamısı eyni zamanda olmalıdır. Keçmişdirsə keçmiş, indikidirsə indiki, gələcəkdirsə gələcək. Bu cür istifadə edirik. Baxın, bayaq dedik ki, always, sometimes, every day. Bunlar bayaqlarım dedik ki, neylədir? İndiki sadə zamanda da istifadə olunur. Baxın, keçmiş zamanda da olunur. O sadəcə olaraq cümlədə uzlaşmaya baxacaq. Baxın, indi bura fikir verin. Bax, always got. Görürsünüz, got keçmiş zamandır. Burada da nədir? Studied. Artıq keçmiş qoyuram. Nə burada will qoya bilmərəm, nə burada feilin sonuna s qoya bilmərəm, heç nə əlavə eləyə bilmərəm. Bax, görürsünüz, burada every morning deyir, eləmi? Burada got up dedi, keçmiş dedi. Burada lived dedi, keçmiş dedi, uzlaşma dedi. Yəni, burada indiki zaman istifadə eləyə bilmərəm. Və ya burada indiki, burada keçmiş istifadə edə bilmərəm. Mütləq uzlaşmaya getməlidir. İndi gəldik, canım gözüm, future simple tense. Yəni, gələcək sadə zaman formasını düzəltmək inanılmaz dərəcədə əsandır. Azərbaycan dilində acaq-əcək deyə tərcümə edirik. Amma ingilis dilində bunun acaq-əcək deyə tərcüməsi nə edirik? Shall və willdən istifadə edirik. Məsəl üçün, gələcəm deyirəm də, Azərbaycan dilində gələcəm. Görürsünüz, gəlmək feilinə şəkilçi əlavə edirəm. Amma ingilis dilində belə olmur. Biz bildik ki, artıq biz feilə şəkilçi artırmırıq. Bir dənə s şəkilçisi olanda artırırıq, bir də keçmişdə idi şəkilçisi artırırıq. Baxın, nə edirik? Biz bunun üçün acaq-əcək deyəndə willdən, bir də shalldən istifadə edirik. Onu yadımızda saxlayırıq ki, bax, bu will bütün şəxslərdən istifadə olunur. I, you, we, they, hamısından istifadə olunur. Amma shall yalnızca bir I ilə olur, mənlə. Bir də we ilə olur. Başqa heç bir şeylə olmur. Amma danışıqda götürsəz, I və we ilə də will istifadə eləsək düzgün gəlir. Məsəl üçün, biz bunu nə edirik? I shall come və diqqət edirik. Shalldən willdən sonra feil birinci formada olur. Baxın, feil birinci formada olacaq. Yalnız passivə falan keçəndə feilimiz dəyişə bilər. O da ki, ayrıca bir mövzuda, onun da izahı var. Səhifəmdə baxa bilərsiniz.
Deməli nə edirik? Gördük, shall come, will come. Bu cür istifadə elədik. Aydın oldu. Sual formasını düzəldəndə shall will cümlənin əvvəlinə keçdi. İnkar formasını düzəldəndə shall'dən will'dən sonra not qoydum. Aha, amma indi buna baxırıq. Baxın, shall'dən sonra not qoyanda onun qısaldılmışı olur shall'd. Will'dən sonra not qoyanda onun qısaldılmışı olur wanted. Shall'in qısaldılmışı şəxsə qısaltsam, görürsünüz 2 dənə el qalır sondakı. Will-də də yenə 2 dənə el qalır, istifadə edirik. Zaman göstəricilərimiz hansıdır? Məsəl üçün in qoydum, indən sonra in 2 days zaman göstəricisi qoydum. In 2 weeks, in 5 məsəl üçün months istifadə elədimsə, bu gələcək zaman görürəm. Next gördümsə, gələcək zaman qoyuram. This, diqqət edirik, indiki zamanlarla da uyğunlaşır, gələcək zamandan da uyğunlaşır. Tomorrow gördümsə, görürsünüz, tonight, tomorrow, today, soon. Bunları gördümsə, nə edirəm? Gələcək zamanla fikir verirəm. Amma today həm continuous'dan da istifadə olunur, present continuous'dan, perfect'dən də istifadə olunur. Ona görə today'ə xüsusi bir diqqət eləməyimiz lazımdır. Deməli, mən bunu nə zaman istifadə edirəm? Bir də onu deyim ki, cümləmizdə əgər cümləmiz I think kimi cümlələr, fiillər olarsa, think, hope, swim, bu cür fiillər olarsa, adətən bundan sonra gələn will və shall'dan istifadə edirəm. Baxın, will və shall'dan istifadə eləyəcəyik. Bir də var ki, bizim gələcəyimiz təkcə bundan mı düzəlir? Yox. Baxın, bir də to be going to ilə düzəlir. To be going to, nəsə etmişəm, nəsə etmək niyyətindəyəm, nəyisə etməyi planlaşdırıram. Bu cür istifadə olunur. Bax, bu to be hissəsi nə olur? Am, is, are olaraq dəyişir. Going to, baxın bu getmək deyil ha, bunu getmək demək, gedirəm deyə tərcümə eləməyəcəyik. To be going to, acaq deyə tərcümə olunur. Baxın, indi gəlirəm. I'm going to read this novel next week. Mən gələcək həftə, gələn həftə bu romanı oxumağı planlaşdırıram. Burada görürsünüz, mən getmək deyə demədim. Bu romanı oxumağı planlaşdırıram deyə istifadə elədik. Görürsünüz, baxın, və sual formasını düzəldəndə, to be-nin sualını düzəldəndə to be keçir cümlənin əvvəlinə, əmizarı atırıq qabağa, heç nəyi dəyişmirik. İnkar formasını düzəldəndə də əmizardan sonra not, inkar hissəciyini əlavə edirik, bitir gedir. Zaman göstəricilərimiz nələrdir? Bunlara diqqət edirik. When, and, while, arkən, ərkən, before, əvvəl, after, sonra, until, till, by the time, ana kimi, hansısa bir zamana kimi, gələnə kimi, as soon as, anan kimi, məsəl üçün gələn kimi, as soon as I come, gələn kimi, as soon as she comes, o gələn kimi. If, unless, if, əgər sasə deməkdir. Və unless də if not deməkdir. Yəni əgər etməsə bu cür istifadə eləyirik. Baxın, bunlardan sonra nə gəlmir? Bunlardan sonra will istifadə eləyə bilmərəm. Bunlardan sonra shall istifadə eləyə bilmərəm. Qəti və götü gördünüzsə üstündən xətt çəkin. Amma bu olan cümlələrdə olur. Görürsünüz, V-dən sonra indiki sadə zaman V-dən əvvəldə. Digər cümlədə isə gəlirik nə? Əsas cümləmizdə isə gəlirik gələcək zaman göstəricisi istifadə edirik. Future simple tense in the past. Keçmişdə gələcək sadə zaman. Və burada bir şey deməyə yadımdan çıxdı. Əgər bizə testlərdə göstərdi ki, cədvəl üzrə hər hansı bir hərəkət baş verirsə, biz onda present simple zamanından istifadə edəcəyik. Məsəl üçün deyirəm ki, məsəl üçün filan Bakı qatarı, məsəl üçün sürət qatarı saat 7-də yola düşəcək. Biz Azərbaycan dilində acaq-əcək deyə tərcümə edirik də. Amma onlar ingilis dilində cədvəl üzrə bir hərəkəti verirəmsə, dərslər başlayacaq, ya nə isə olacaq. Cədvəl üzrə verirəmsə, bunu present simple zamanında verirəm. Bunu qətiyyən nə shall-lə, will-lə, nə də ki, to be going to-lə istifadə etməyəcəyik. To be going to-nu nə zaman istifadə edirik? Məsəl üçün, göydə qara buludlar var, baxıram, deyirəm ki, yağış yağacaq. Onda yağacaq deyirəmsə, mən bunu will-lə, it will rain deməyəcəm. Onda it is going to rain istifadə eləyəcəm. To be going to-dan istifadə eləyəcəm. Və bunun to be going to-nun bir dənə keçmişi də ola bilər. Məsəl üçün, was were going to. Was were going to da nə deməkdir? Keçmişdə nə isə eləməyi niyyət eləmişəm, planlaşdırmışam, amma həyata keçməyibdi. Edəcəkdim, amma etməmişəm. Bu zamanda was were going to-dan istifadə edirik. Baxırıq cümləmizə. Bir də shall will-ni nə zaman istifadə edirik? Baxın, əgər məsəl üçün deyirəm ki, bizim bir ortaq dostumuz var. Məsələn, dostumuzun adı da, birinin adı da məsələn Tomdur. Tomu yolda görürəm, deyirəm ki, Tom mənə deyir ki, filan kəs, məsələn, başqa bir dostumuz Kate xəstəxanadadır. Onda mən bilmirəm, həmin an eşidirəm. Onda deyirəm ki, mən onu ziyarət edəcəm. Onda deyirəm ki, I shall visit her. Mən onu ziyarət edəcəm. I shall visit her. Amma bir də var ki, mənim xəbərim var. Tom mənə deyəndə mən bilirəm axı. Əvvəldən də fikirləşmişəm ki, mən onu gedim ziyarət edeyim, ya bir gün orta, ya sabah. Yəni planlaşdırıram da, xəbərim var artıq. Onda deyirəm ki, I am going to visit
her. Mən onu ziyarət etməyi planlaşdırıram. Mən onu ziyarət edəcəm. Nəysə əvvəlcədən planlaşdırıramsa, onda artıq to be going to-dan istifadə edirəm. Amma danışıq anında nəysə etməyə qərar vermişəmsə, onda artıq willdən birdəki shall-dən istifadə edirəm. Future, past, future simple tense in the past keçmişə nəzərən gələcək zaman forması. Bu zaman formasını necə düzəldirik? Baxın, bayaqlarım keçmişdə gələcək zaman olaraq shall-dən bir də willdən istifadə edəcəkdim. İndi bunun keçmiş zaman forması should bir də would'dur. Shall'im olur should, will'im da olur would. Bu da keçmiş zamanla uzlaşır. Bunlar olan cümlədə mütləq və mütləq keçmiş zaman gəlir. Necə ki, bayaqlarım dedik ki, baxın, amma feilin, bax, görürsünüz, yenə yalın formadadır. Ha, bu feilə heç bir idi falan şəkilçi qoymuram, dəyişiklik eləmirəm. Heç bir s falan əlavə eləmirəm. Should və would-la oynayıram. Should, would-u sualda keçirirəm cümlənin əvvəlinə. İnkarda da should və would-dan sonra not istifadə edirəm. Should not birləşir, should-un da olur, would not birləşir, would-un da olur. Bu cür istifadə edirəm. Baxın, bunun qısaldılmışı da I should-un qısaldılmışı. Görürsünüz, d olaraq istifadə edirik, qısaldırıq. Would-un da d olaraq istifadə edirik. Baxın, görürsünüz, would ender olduğuna görə burada believe it keçmiş zamanda bir göstərici oldu. Burada should eğer olduğuna görə burada new keçmiş zaman bir göstərici oldu. Onu da mütləq izləyərsiniz. Məsəl üçün no, w, o, w hərfi ilə bitənlər ew olaraq dəyişir. New. Məsəl üçün grow, grew. Mütləq və mütləq o izaha da baxarsınız. İndi gəldi. Bax, nəysə keçmişdə edəcəkdim, amma etməmişəm. Bu cür istifadə edirəm. İndi gəldim nəyə gözəl izləyicilər. Gəldim indi continuous zaman formasına. Nədir continuous zaman forması? İndi hərəkət hal-hazırda davam edir. Baxın, mən hal-hazırda danışıram. Və yaxud da ki, siz hal-hazırda videonu izləyirsiniz. Hərəkət davam edir. Bu zaman formasını düzəltmək üçün necə düzəldirəm? Məsəl üçün, bizə lazımdır to be-nin forması. To be. İndiki zamanda nə olur? Am, is, are. Keçmiş zamanda was, were. Və feilimin də sonuna, verbimin sonuna. Feilimin sonuna bir dənə ing, yəni ing şəkilçisi əlavə edirəm. I am playing, mən oynayıram. You are playing, sən oynayırsan. He is playing, o oynayır. Bunun sual formasını düzəltmək lap asaddır. To be gəlir cümlənin əvvəlinə. İnkarında da bir dənə not inkar hissəciyi əlavə edirik. Bax, məsəl üçün, we are birləşir. Bu cür. Birinci to be-ni nəyi birləşdirirsə, to be-nin birinci hərfi düşür. Görürsünüz. Are not birləşəndə notu nəyə birləşdirirəmsə, notdakı o hərfi düşür, yerinə apostrof gəlir. Görürsünüz. Are. He is. Görürsünüz. To be-də is düşdü, i düşdü, s-sı qaldı. Is not. Görürsünüz. Burada notda o düşdü, apostrof gəldi. I am. Görürsünüz. Burada to be-də am-də düşdü, m-sı qaldı. Amma am not belə bir şey qısaldılma ola bilməz. Bunu testlərdə görsəz, üstündən xətt çəkərsiniz. Və continuous zaman göstəricisini nədir? Now, still, at present, at the moment, right now, just now, bu cür istifadə edə bilərik. I'm watching TV now. Mən indi televizora baxıram. Yəni, mən indi hal-hazırda televizora baxıram. The child is sleeping, is still sleeping. Uşaq hələ də yatır. Bu hərəkət hələ də davam edir, bitməyib. Bir hərəkət başlayıb, biz o hərəkətin ortasındayıq. Bu hərəkət bitməyib. Bu zaman biz continuous zamanından istifadə edirik. Hansı feilləri görməliyik? Look feilini görərsək, look at görərsək, listen, be silent, keep silent, əmr cümlələri görərsək bir sözlə. Cümlənin sonunda bax burada nida görərsək, continuous zamanlarında istifadə edəcəyik. Görürsünüz, nida, it is raining. Nida is singing. Nida, am reading. Görürsünüz, don't make a noise. Əmr cümləsi mühafizə, sleeping. Gördünüz, bu cür istifadə edirik. Və bu zaman nədir? Hərəkət hal-hazırda bir proses hal-hazırda istifadə edilir. Baxın, hal-hazırda olmaya da bilər. Məsəl üçün, mən bir kitabı başlamışam oxumağa. Dostuma deyirəm ki, mən kitab oxuyuram, bir kitaba başlamışam, onu oxuyuram. Onu deyirəm ki, I am reading a novel. Başlayıram kitab haqqında məlumat verməyə. Bu tam olaraq da, yəni, nəyisə etməyə başlamışam, indi hal-hazırda edirəm bu günlərdə. Onda artıq mən continuous zamanından istifadə edirəm. Bir də bəzi feillər var ki, continuous zamanına düşməyəcək. Nədir o feillər? Məsəl üçün, see, görmək. Necə deyirəm ki, məsələn, bu zaman bilsiniz nədir? Məsəl üçün, saat 5-dən 7-yə kimi bir işi görürəm. Continuous zamanı odur. Və yaxud da ki, 3-cü gündən 5-ci günə kimi bu işi görürəm. Hərəkətin bir başlanğıcı nöqtəsi var, bir də biləm ki, sonu var. Yəni, mən də onun ortasındayım. Bu cür nəzərimizə gətiririk. Amma məsəl üçün, sevmək. Mən necə deyərəm, bir insanı saat 5-dən 7-yə kimi sevirəm, sonra sevmirəm. Olar, yox. Ona görə ayıncı şəkilçisi qəbul eləmir. Bilmək. Necə deyərəm, bir şeyi dünəndən, bugündən sabaha bilirəm, sonra bilməyəcəm. Yoxdur. İstəmək. Bir şeyi istəyirəm, bir şeyi xoşlayıram, bir şeyi nifrət edirəm, bir şeyi hiss edirəm. Və yaxud da ki, sevirəm, sevmirəm, başa düşürəm, eşidirəm, forget, unuduram, sim görünürəm, belong, aid oluram, forgive, bağışlayıram. Bu cür görürsünüz. Bu cür feillər, prefer, bir şey üstünlük verirəmsə, ya bir şey üstünlük verirəm, ya da üstünlük vermirəm də. Necə deyə bilərəm ki, mən gün ortadan axşama kimi bir şey üstünlük verirəm, sonra üstünlük vermirəm. Bu cür uyğun gəlmir axı.
sonra üstünlük verməyəcəm. Bu uyğun gəlmir. Ona görə nə edirik? Bunlar continuous'a düşmür. Bunları ing ilə görsə üstündən xətt çəkərsiniz. Baxın, bir də bir şey var. See feili ing qəbul edə bilər. Onda artıq məna dəyişir. Və bir var I see, mən görürəm. Bir var I am seeing my granny. Mən nənəmi ziyarət edirəm. Burada artıq görürəm deyə tərcümə olunmadı ki. Mən ziyarət edirəm. Bir adamı ziyarət edirəmsə, onda nədir? Seeing ola bilir, ing forması qəbul edə bilir. Amma görmək mənasında ing forması qəbul edə bilmir. Bunun keçmiş formasını düzəltməkdə lap asandır. Keçmişdə nə idi? To be feili, əmizar nə olurdu? Əmlə is olurdu keçmişdə. Was, arda olurdu keçmişdə nə? Were. Eyni qaydadır. Keçmişdə nə isə eləyirdim. Aha, indi göstəricilər var, onlara baxacaq. Amma birinci bildirir ki, məsəl üçün, görürsünüz, I was, you were, he was, we were və bu cür istifadə edirik. Gələcək, sual formasını düzəldəndə də was, were cümlənin əvvəlinə keçir. Harada to be gördüysə, keçmiş, gələcək, fərqi yoxdur. To be gördüysə, sual istəyirsə, to be-ni atırıq cümlənin əvvəlinə. Harada inkar deyirsə, to be gördüysə, notu əlavə edirik to be-dən sonra. İndi gəlirik bunlara. Zaman göstəricimiz varsa. Yesterday gördüysə, dedim keçmiş sadə götürün. Amma yesterday'in qarşısında dəqiq bir saat verirsə, at 2 o'clock, at 5 o'clock, at 3 o'clock saat verirsə, mütləq və mütləq nə istifadə edəcəm? Mən mütləq və mütləq keçmiş continuous istifadə edəcəm. Burada leave it götürsəz, səhv çıxacaq. Olmaz. Deməli, nə edirik? At this time, at that time bunları görürüksə, keçmiş davam edici zaman formasından istifadə edirik. Aha, indi gəldik nəyə? Baxın, bu sözləri görərsək. Baxın, the whole day, bütün günü, all day, bütün günü, all day long, gün boyu, still hərədə, from 5 to 7, 5-dən 7-yə kimi. Bu cür sözləri görürüksə, baba, yesterday gördüm, whole day gördüm, continuous'ı yapışdırdım. All day gördüm, yesterday gördüm, keçmiş continuous'ı yapışdırdım. When while'dan sonra adətən nə gəlir? Keçmiş zaman, continuous zaman forması istifadə olunur. Ən çox da while'dır. Future continuous zaman forması nədir? Gələcək zaman, sabah saat 5-də falan iş eləyəcəm. Sabah saat 7-də falan iş eləyəcəm. Sabah saat 8-də yatacam, mənə zəng eləmə. Bax, bu cür olanda dəqiq, sabahda dəqiq bir vaxt verəndə continuous'dan istifadə edirik. Bəs bunu necə düzəldirik, gözəl izləyicilər? Bunu necə düzəldirik? Biz dedik ki, to be-ni qoyuruq. To be nə idi? Shall-di bildi. Məsəl üçün, gələcək zaman göstəricim nə idi? Shall-di bildi. To be-ni də qoymalıyıq da. Burada working. Fiilimin sonuna ing qoyuruq. Bəs mən bu to be-ni hara qoymalıyım? Axı, mən bayaqdan to be-ni çevirirəm, əmizar eləyirəm, keçmişdə was were eləyirəm. Bu to be-nin də sadəcə olaraq to-sunu atıram, B-sini gətirirəm, yapışdırıram. Yəni, baxın, ing olan yerdə, shall olan yerdə mütləq arada bir olmalıdır. Olmasa yanlışdır. Olmasa üstündən xətt çəkin. Ing varsa onun B-si də olmalıdır. Aha, indi gəlin bir şeyə fikir verək müəllimlər. Burada nə var? Burada 1 var, 2 var, 3 var. 3 dənə feil var. Eləmi? İndi nə edirəm? Mən bunun sual formasını düzəldəm. Mən bunu hansını keçirdəcəm? Neçəsini keçirdəcəm? Sadəcə birinci feili keçirdirəm. Baxın, will-i keçirdirəm, bu ikisini yan-yana keçirirəm. Shall-i yazıram, keçirdirəm, bu ikisini yan-yana yazıram. Bu cür istifadə edirəm. Bax, görürsünüz, sabahda deyir ki, saat 5-də. At this time tomorrow. At that time tomorrow. Bu cür istifadə edirəm. Görürsünüz, baxın, sabahı gördüm, 8-i də gördüm. Nə qoyacam? Təbii ki, shall be working qoyacam da. Bu cür istifadə edəcəm. Sabah gördüm, at this time gördüm. He isə will be qoyacam. Bu cür istifadə edəcəm. Gələcəyimi yapışdırıram, bitir gedir. Bu qədər sadə. İndi gəldik present perfect tense və bitmiş zaman forması. Azərbaycan dilində belə bir zaman forması yoxdur. Biz nə edirik? Bitmiş zaman formasını düzəltmək üçün biz nə edirik? Biz köməkçi feillərdən istifadə edirik. Bayaqlarım sadə zamanlarda, bu da sadə zamanda, present perfect, indiki bitmiş zamanda, bu da sadə zaman formasına düşür. Və nə edirəm? Bayaqlarım nə edim? Do does'dan istifadə elədim də köməkçi feil. Amma bu nə edir? Bunun onsuz da köməkçisi var. Have, bir də has-dən istifadə edir. Və feilimi də verb 3 formasında olur. Verb 3 forması nədir? Baxın, bu see birinci forma. Bu saw ikinci forma. Bu seen üçüncü forma. Kitabların arxasında görmüşsünüz. See, saw, seen 3 formada feillər verir. Bax, verb 3 forması budur. Yəni feilin üçüncü forması. Verb 3, verb feildir. Verb 3 forması budur. Yəni feilin üçüncü forması. Əgər varsa feilin üçüncü formasını istifadə edirik. Əgər yoxdursa, elə feil var, yoxdur da. Onda, məsəl üçün, bax, leave it, bir də leave it. Yoxdur da.
Bunun üçüncü forması yoxdur. Üçüncü forması yoxdursa, görürsünüz bunun ikinci formasından, verb 2 formasından nə edirik? İstifadə edirik. İndi gəldik. Baxın, bunu görür. Bu keçmişi görür. Bax, burada belə deyim də. Məsəl üçün, I lived. I have lived. Bax, bunu görür. Deməyin ki, burada id var, bu keçmiş zamandır. Bunun qarşısında həvəz varsa, deməli bu perfect zamandır, bu present zamanıdır. Bu nədir? Bu zaman forması dediyimiz kimi Azərbaycan dilində yoxdur. Keçmişdə hərəkət olubdur. Bilmirəm nə vaxt olubdur. Demirəm, əhəmiyyətli deyil mənim üçün. Amma nəticəsi indi gözümün qabağındadır. Nəticəsi indi gözümün qabağındadırsa, mən onda artıq bu zaman formasından nə edirəm? İstifadə edirəm. Baxın, burada da yenə I, you, we, Z ilə have istifadə edəcəyik, he, she, itdən has istifadə edəcəyik. Görsən, I have eaten, you have eaten. Sual formasını düzəldəndə have, has cümlənin əvvəlinə keçəcək. İnkar formasını düzəldəndə have, hasdən sonra not inkar hissəcək, əlavə edəcəyik. Sadəcə olaraq, baxın, bu var deyə tərcümə olunmur, ha. Yaxşı, bunu mütləq yadımızda saxlayırıq. Bu, present perfect formasıdır. Nəysə etmişəm. Məsəl üçün deyirəm ki, qapını açmaq istəyirəm, əlimə atıram, açarım yoxdur. Onda deyirəm ki, I have lost my key. Mən açarımı itirmişəm. Bilmirəm, 2 saat əvvəl itirmişəm. Bilmirəm, dünən itirmişəm. 5 ay əvvəl itirmişəm. Fakt, indi əlimə atıram, nəticəsi indi gözümün qabağındadır. Qapını aça bilmirəm. Bu cür istifadə edirəm. Baxın, they have built a new house. Onlar yeni ev tikdilər. Keçmişdə baş verib hərəkət, amma nəticəsi indi gözümün qabağındadır. Today və yaxud da ki, bu zistlərlə istifadə edəndə görürəm, diqqət edirəm. Once, twice, 4 times, many times, for several times olanda bu cür istifadə edirəm. Və nədir? Once bir zamanlar mənasında da olanda, baxın, once bir dəfə deyəndə perfect zamanda istifadə olunur. Amma once bir zamanlar deyəndə, bir vaxtlar deyəndə keçmiş zaman formasında istifadə edəcəyik. Baxın, I have been to Istanbul once time. Bir dəfə deyir, İstanbulda olmuşam. Amma burada baxın, once he was very rich. O bir vaxtlar çox varlı idi. Once bir vaxtlar he was very rich. O çox varlı idi. Və bitmiş zaman olanda nələrə adətən fikir veririk? Cümlədə ever, never, just, already, before, yet, nowadays, recently, lately. Yəni already-ni gördünüzsə siz başqa yerə getməyin. Have-has'ə qaçın. Recently-ni gördünüzsə have-has'ə qaçın. Baxın, bu cür istifadə edirik. Mütləq və mütləq. Baxın, cümlənin sonunda before gördünüzsə, have-has'ə qaçın. Aha, bayaqlarım nə dedik? Buna diqqət edirsiniz, müəllimlər. Bayaqlarım dedik ki, bax, in gördüm, keçmiş gördüm, keçmiş sadə zaman götürürəm. Amma, since gördümsə, keçmişdə il gördümsə, perfect götürürəm, have-has götürəcəm və bu zamanı götürəcəm. Last gördümsə, müəllimlər, last gördümsə nə deyirəm? Last gördümsə, keçmiş zaman götürürəm. Amma since gördümsə bu sözlərin qarşısında keçmiş perfect götürürəm. Yaxşı, mütləq buna. Yesterday gördümsə keçmiş götürürəm. Amma since yesterday gördümsə keçmiş perfect, keçmiş götürə bilmərəm. Present perfect götürürəm. Baxın, for gördümsə ən gözəl göstəricilərdən biri. For gördüm, bir dənə müddət gördüm. Nə götürürəm müəllimlər? Mən onda artıq present perfect götürürəm. For a long time, for 10 minutes, for an hour, for a day, for age. Bu cür istifadə edirəm. Baxın, bu zamanlar, present perfect zamanı, qətiyyən keçmiş zamandan olmur. Yalnız və yalnız, burada since sözü olarsa, since'dən sonra keçmiş sadə, past simple, bu ikinci forma, görümü silmədimsə, bu ikinci forma və since'dən əvvəl də baba bu perfect forma. İstifadə edirəm, uyğunlaşdırıram. Gəlin indi baxaq. Görürsünüz, burada since var. Since'dən sonra keçmiş sadə, since'dən əvvəl present perfect. Since'dən sonra keçmiş sadə, move it. Since'dən əvvəl have known. Bax, since olmasa, burada before olsun, when olsun, özünü nə öldürür, öldürsün. Ola bilməz. Bir də var bizim huysuz ixtiyarımız, past perfect. Huysuz ixtiyardır, bildiyin, düzgün huysuz ixtiyardır. Keçmişdə 2 dənə zaman var. Biri bu, məsələn, bu nöqtədən bu nöqtəyə olan zaman. Bir də bu nöqtədən bu nöqtəyə olan zaman. Keçmişdə 2 dənə zamandır. Birinci hərəkət, bir də ikinci hərəkət. Birinci hərəkət baş verirsə, mən onu past perfect ilə götürürəm. İkinci hərəkət isə present simple, past simple zamanı ilə istifadə edirəm. Bunu necə düzəldirəm? Have-has'in keçmişi nə idi? Had. Bunu da yenə had etin. İnkar sualın düzəldəndə had gəlir cümlənin əvvəlinə. İnkarın düzəldəndə haddan sonra not qoyuram. Hadn't, ya da had not, he had. Bu cür istifadə edə bilirəm. Baxın, bu necə olur? By sözünü gördümsə, by sözünü gördümsə. Baxın, since gördümsə, present'i qaçırdım. For gördümsə, present'i qaçırdım. Amma by gördümsə, bayaqdan. By gördüm, il gördümsə, nə götürürəm?
Keçmiş perfect götürürəm. Bye gördünüz, görürsüz. Bye 2 o'clock yesterday. Əslində eləcə yesterday görsən, bax eləcə yesterday görsən buna fikir verə. Keçmiş sadə zaman götürərəm. Bax burada bye olmasaydı yesterday'in qarşısında eləcə 2 o'clock olsaydı keçmiş continuous götürərdim. Amma baxın burada bye olanda da artıq perfect götürürəm. Buna mütləq və mütləq diqqət edirik. Yəni zaman göstəricilərimiz var. Keçmiş zamanla ifadə olunmuş başqa bir hərəkət. Məsəl üçün bax saat 9-a qədər he had done his work, işini bitirdi keçmişdə. Və məsəl üçün nələrlə istifadə edə bilərik? When olarsa before, after, till, until, by the time, hardly, scarcely, when, no sooner than. Bunlar olarsa biz perfect zamandan istifadə edirik. Bir şey var ki, before'dan sonra, before'dan sonra zaman gəlirsə ora had gəlməz. Verb 2 gələr. Yəni fiilin keçmiş zaman forması gələr. Ya virgül qoyar, before'dan əvvəl bura had qoyar. Ya da ki, before əvvəldə gələr, before'dan sonra verb 2 gələr, keçmiş zaman. Virgül qoyar, burada virgüldən sonraki zamanda had gələr. Amma baxın, yadımızda saxlayırıq, nəyə yadımızda saxlayırıq? Amma bunu after'ni yadımızda saxlayırıq ki, after'dan sonra by gələr, had gələr, perfect zaman gələr, had verb 3 gələr. Bir dənə after'dan sonra had verb 3 götürür. Amma məsəl üçün cümləmdə before gördüm, variantlar veribdi mənə. Before'dan sonra had perfect olanları silirəm. Keçmiş perfect olanları nə edirəm? Silirəm. Baxın, məsələn. Bax, burada məsəl üçün when'dən sonra had perfect gördümsə siləcəm. Baxın, before'dan sonra variantlarda had come olsaydı silərdim. Görürsünüz, had come burada ikinci tərəfdə olsaydı və onların üstündən xətt çəkərdim, olmazdı. Uzlaşır, bir tərəf keçmiş olur, amma bu tərəfdə olur. Yəni özündən sonra almır. Bayaqki kimi ever, never, just, already, yet, before bunları gördüksə, since last year, for 2 years bunları gördüksə diqqət edirik. Future perfect tense. Gələcək bitmiş zaman. Nədir gələcək bitmiş zaman forması? Gələcək shall və will ilə istifadə olunur. Yanında da bir have var. Mən mütləq mənə göstərici verməlidir. Nədir mənim göstəricilərim? Baxın, gəlin birinci onun quruluşuna baxaq, sonra göstəriciləri üstündə göstərəcəm. Shall gələcək dilə, perfectində have finisheddə, have has fail verb 3 formasında. Görürsünüz? Amma burada nə edirəm? Will olduğuna görə artıq has'dən istifadə eləməyəcəm. Görürsünüz? Will olduğuna görə will has deyə bir şey yoxdur. Will have. Həmişə oynayanda yadımızda saxlayırıq ki, birinci köməkçi feillə oynayırıq. Başqalarına dəymirik. Will keçirdim, bu birisi ikisini gəldim bu tərəfə. İnkarında willdən sonra not qoyuram. Yaxşı, qəti have-dən sonra not istifadə eləmirsiniz. Willdən sonra not istifadə eləyəcəyik. İndi gəldik bunun göstəricilərinə. By sözü varsa, by bayaqki kimi yenə göstəricilərim. Yazdıq eləmi? Qəşəng. İndi gəlin. Nəyə fikir veririk? By the end of the year. Bu ilin sonuna qədər. Bu ilin sonuna qədər tim yeni bir mənzil alacaq. Gələcəkdə tim bir hərəkəti edib qutaracaq. Nəticəsi bizim gözümüzün qabağında olacaq. Ona görə will have bought istifadə elədim. Baxın, indi tomorrow ilə nə götürürəm? Ən yaxşı bax budur. Görürsünüz, tomorrow ilə mən götürərəm shall, will. Eləmi? Qoyubdu shall-imi, will-imi. Bəs by ilə də saat gəlibdi. Mən bundan da götürərəm have. Yəni bu sizin üçün elə bil cibinizə qoyulubdu bu sual. Bir sual elə bil cibinizdədir. Buna diqqət eləyin. Bu zamanlara diqqət eləyin. By the time, gördünüz gəldi. By the time'dan sonra indiki sadə zaman qoydum. Come. Burada da nə qoydum? İndiki sadə zaman gələcək zamandan istifadə olunur. İstifadə elədim. Until'dən sonra indiki sadə zaman, until'dən sonra gələcək sadə zaman göstəririk. Gələcək zaman göstəririk. Perfect'e qoya bilərik, amma əsas odur gələcək qoyduq. İndi present perfect continuous. Bunu nə ilə səhv salırlar? Bunu qısaltma eləyirlər, həzin qısaltmasını. Bunu qısaltma eləyirlər. Nə ilə səhv salırlar? Bunu səhv salırlar continuous'dan, present continuous'dan. Baxın, bir dənə onu demək istəyirəm ki, baxın, perfect'i düzəldəndə have qoyuram. ING də continuous'u düzəldəndə mənə ING lazımdır. Yoxdur, mənə ING. Mənə deyirəm ki, ING lazımdır da, bunu qoyduq. Bəs yaxşı, biz nə edirik? Bunun perfect'i qoymağım üçün mənə
Feilin verb 3 formasında olmalıdır axı. Mən bayaq dedim axı perfect-i düzəldib feil verb 3 formasında olur. Has verb 3, had verb 3. Mən verb 3-ü to be köməkçi feilini qoyuram, been olaraq əlavə eləyirəm ortaya. You have been playing, he has been playing. Bu cür olur. Və sualda da have cümlənin əvvəlinə keçir. İnkarda da have-dən əzdən sonra bir dənə not inkar hissəci əlavə edirəm. Və buna baxıram. Görürsüz, since for 3 years olduğuna görə has been working olaraq istifadə edirəm. Baxın, görürsünüz. Bir də nəyə fikir verdik? Bayaqlarım onu dedim. Bax, məsəl üçün, he qoyub. Bax, bu cümlənin gəlin dəyişək. He-nin yerinə James qoydum. Apostrof S qoydum. Teaching qoysam. Bu continuous zamanlardır. Ən çox da bu tag questionlarda, nice and orlarda qaytaranda ən çox bu cür düşür. Teachingdən, apostrof S-dən sonra ing-li söz gəlirsə, bilin ki, bu is-dir. Çünki bir adamın qısaltması budur axı. Amma bax, arada been gəlirsə, been. Bilin ki, bu has-dir. Has been teaching. Baxın, buna diqqət eləyərək yadımızda saxlayırıq. Past perfect zaman formasına da baxırıq. Bu da çox da düşmür, amma yenə də deyək, bayaqki zamanımız nə idi? Have, has idi eləmi? İndi bunun da keçmişini nə edirik? Past perfect continuous'da da had istifadə edirik. Have-in yerinə has olur. Sualda yenə əvvələ keçir. İnkarda not istifadə edirik. Bu keçmişdə 2 dənə zaman verməli idi. Məsəl üçün deyir ki, Anar had been waiting for 2 hours when I arrived. Mən gəlib çatana kimi. Bax, 2 dənə hərəkət baş verib keçmişdə. Biri bax, burada Anar gözləyib. Biri də var, mən gəlib çatmışam. Biri də mən. Mən gəlib çatmışam. Mən gəlib çatmışam keçmişdə. Amma mən gəlib çatana kimi Anar artıq gözləyibdir. Anarın etdiyi hərəkət davam edib. Ona görə artıq nə edirəm? Bax, birinci hərəkət Anar gözləyib, had perfect-lə verirəm. İkinci hərəkəti mən gəlmişəm, keçmiş sadə ilə verirəm. Yaxşı, bu cür istifadə edirəm. Təşəkkürlər. Əgər kanalımı, izahımı bəyəndiysə, kanala abunə olmağı unutmayaq. Sağ olun.